Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid video materiallar yaymış şəxs istintaqa cəlb edilib. Yenavaz.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, 17 mart 2025-ci ildə sosial şəbəkələrin xarici segmentində Azərbaycan Respublikasının dövlət sərhədində güya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla Azərbaycan ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə video görüntülər yayılıb. Qeyd olunub ki, faktla əlaqədar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb. Aparılmış ilkin araşdırmalar nəticəsində yayımlanmış video kadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilib. Stat: Müəyyənləşdirilib ki, Azərbaycan Respublikasının vətəndaşı 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhmanoğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin video çəkilişini aparıb və qanunla yayılması qadağan olunan bu video materialı 15 mart 2025-ci ildə özünün TikTok sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Bundan sonra həmin video görüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid video kadrlar əlavə edilməklə həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunub. Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunub. Həmin video görüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülüb. Bir daha bildirilir ki, Azərbaycan ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yeri dəyişmələri, döyüş və səfərbərliyi hazırlığı, silahları, hərbi texnikası ilə bağlı video kadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcəkdir. Statın sonu.